Hər kəsi salamlayıram və ümid edirəm ki, çox yaxşısınız. Bugün isə mən sizinlə yüksək və gözəl bir enerji ilə qarşınızdayım və fevral ayının baxımını edəcəyik. Fevral ayının baxımına keçməzdən öncə qeyd edim ki, həm illik baxımları paylaşmışam. Əgər ilk dəfədir siz bir videoya baxırsınızsa, həm bürclərim illik videosunu paylaşmışam, həm də 2025-dən 2026-ya gətirdiyiniz və artıq bitirməli olduqlarınız 2025-də nəyə buraxmalısınız, onları da paylaşmışam. Videolar çoxdur, hər mövzuda var. Və bugün fevral ayınızı niyyət edirsiniz. Fevral ayı qısa bir aydır, amma bu fevral çox yadda qalan bir ay olacaq. Çünki bizim tutulmalarımız var. Astroloji olaraq çox önəmli bir aydır və hər gün haqqında məlumatları mən Instagram səhifəmdə verirəm. Instagram səhifəmə keçid edib orada həm astroloji, həm spiritual, həm psixoloji məlumatlar əldə eləyə bilərsiniz. Önünüzdə isə 3 dəstə var. Hansının enerjisi sizə daha çəkici gəlirsə, o dəstəni də seçin və başlayaq. Başlayaq. Birinci dəstədən. Birinci dəstə təsadüfən üstündə savaşan bir əskər var. Baxaq, görək, siz də mi savaşırsınız, yoxsa hər şey qaydasındadırmı? Adınızı, öz həyatınıza niyyət eləyin. Hər hansı xüsusi bir niyyət eləməyin, çünki bu bir niyyət açılımı deyil. Sadəcə bunu deyin, fevral ayının mənə gətirəcəyi gözəlliklər nələrdir? Fevral ayının mənim üçün möcüzələri nələrdir? Fevral ayının mənim üçün uğurları nələrdir? Birinci dəstəni seçmiş olan, adını çəkmiş olan mənim enerji kanalımdan birinci dəstə enerji alan, enerjisini ötürən hər kəsi niyyət edirəm və başlayaq. Görək fevral ayı necə olacaq. Dəyənək 8-lisi ilə başladıq. Bu deməkdir ki, aktiv bir ay kimi keçirdəcəksiniz əzizlərim. Danışıqlar çox olacaq, söhbətlər çox olacaq. Hər gün yeni və bu danışıqlar sizi çox məmnun eləyəcək. Bəlkə gözlədiyiniz xəbərlər birdən gələcək. Çünki dəyənək 8-lisi birdən-birə məlumat axışıdır, birdən-birə. Məsəl üçün, çoxlu sayda sivillər vermişsiniz və yaxud da insanlardan, kimlərdənsə xəbər gözləyirsiniz. Birdən çox xəbərin gəlməsi sizin ruhunuzu çox məmnun edəcək. Çünki də kupa 9-lusu məmnuniyyətdir və rahatlıqdır. Eyni zamanda burada bir dəngə var. Harmoniya içərisində olacaqsınız bütün ay boyu. Yəni balans, dəngə, hər şey qaydasında, hər şey balansda. Kader çarxı deyir ki, anidən şans döngüləri yaradacağım sənə. Bəzi şeylərin artıq zamanıdır və sən qarşı qoya bilməyəcəyin sistemin bəzi dəyişiklikləri olacaq həyatına. Ani bir dəyişikliklər gətirəcəm. Baxaq görək. Bəli, artıq mənzərə aydındır. Hər şeyin yaxşı olduğu bir vaxtda sizin də burada güc kartı özgüvəninizin artdığı bir zaman diliminə keçid eləyirsiniz və kader çarxı deyir ki, məsuliyyətləri sənə verəcəyin bir zamana girirsən, öz həyatının ipini özün əlinə alacağın bir zaman diliminə başlamısan və sən xüsusilə də artıq fevral ayında deyəcəksən ki, bəli, mən artıq nəsə eləməliyəm və mən idarə edə bilərəm, mən bunu bacarıram, mən bunu düzənləyə bilirəm. Sadəcə bəzən burada həm mən görürəm aslan adam, burada mən görürəm. Sizin sanki nədənsə qorxularınız və geri addımlarınız ola bilər. Yəni aslan adam bəzi şeyləri hər şey yaxşı olsun deyə sonraya saxlamaqdır. Burada biraz özünüzü qurban verməyə, qurban verirsinizmi? Məsələn, tutaq ki, bir davadır. Bir mübahisə yarandı və haqlı tərəfsizsiniz, amma sakitlik olsun deyə geriyə çəkilirsinizmi? Özünüzü qurban verirsinizmi? Yox deməyi nə dərəcədə bacarırsınız? Bunlara fikir verməlisiniz. Çünki burada deyir ki, dəngələri harda pozursan, dəngələri orada pozursan, ya özünü cəzalandırırsan, ya özünü nədəsə qurban verirsən və bu həyatında bir gecikməyə səbəb olur. Ümumi bir gecikmə yaradır sənin həyatında. Çünki güc kartımın bu tərəfində bir aslan adam varsa, bu deməkdir ki, mənim daxili gücüm şir bürcünün kartıdır. Çünki ən lider kartdır, ən böyük daxili potensialı olan kartdır. Hər şeyə əli çatır, hər şeyə gücü çatır. Hətta görürsünüz, kartın üzərində də şiri belə əhilləşdirə biləcək qədər güclü bir kartdır.
Amma sonsuz da bir gücü var və qədər çarxının altındadır. Yəni taleyin döngüsüdür bu. Taleyin şansıdır bu. Bəlkə kiminsə həyatına belə bir insan girəcək. Bəlkə də siz özünüz bu insana çevrilirsiniz. Yəni 2 dənə baş arkan ümumiyyətlə 1, 2, 3, 4 dənə sizdə baş arkan gəlib. Yəni bu o deməkdir ki, taleyinizin əslində xarakterinizin və ruhunuzun köklü bir dəyişim və köklü bir sizdən istədiyi, görməyinizi istədiyi bir şey var. Bu tərəfində bir aslan adam var. Aslan adam bəzən ertələmələri göstərir bizə. Bəzi şeyləri sonraya saxlamağı göstərir. Niyə sonraya saxlayırsınız? Dəngə üçün. Sakitliyi olsun deyə, harmoniya olsun deyə, balansın pozulmasın deyə nələrin sakitləşdirirsiniz. Bəlkə daxili potensialınızı gizlədirsiniz. Bəlkə içinizdə bir enerji var. Nəsə iş görmək istəyirsiniz, amma eləmirsiniz, gizlədirsiniz. İçinizdə boğmusunuz içinizdə. Bəlkə nəsə bir planınız var, fikriniz var, amma eləmirsiniz və yaxud da ki, nəsə bilirsiniz, amma danışmırsınız. Dəngəni saxlayıram deyə çox şey ertələyirsiniz. Yəni hansı ki ertələməsəz, siz avtomatik olaraq reallaşdıracaqsınız o şeyi. Sadəcə mən necə dəngəni də saxlayaram, gücümü də əldə eləyərəm deyə düşünürsünüz. Ona görə də sizdə hal-hazırda bir tıxanma ola bilər həyatınızla bağlı. Burada da mənim bir kılıç beşli var. Kılıç beşlisi yalanların kartıdır və sizə qarşı oynanan oyunların bir növ kartıdır. Kılıç beşlisi deyir ki, bəlkə arxa planda bir mübarizə gedir. Düzgün olmayan bir mübarizə gedir. Yəni bu necə bir mübarizədir? Siz haçansa kimləsə aranız dəyib və onunla uzaqlaşmışsınız, amma bilirsiniz, bu insan yenə də sizə zərər verə bilər və sizin içinizdə də ona qarşı intiqam var. Hər ikiniz əslində bir-birinizə hardasa ziyan vermək üçün bəlkə də fürsət axtarırsınız. Və dəyənək dokuzlusu bu sizdə biraz narahatlıq və qorxu yaradır. Daha pisi ola bilərmi? Daha çox ziyan vura bilərmi? Birilərindən də ziyan almaqdan mı qorxursunuz? Birilərindən də bir şeylər olmağı, yəni bir ziyan almaq mı sizi qorxudur? Hal-hazırda gördüyüm odur ki, həyatınızda sanki bir geri çəkilmə, bir gizlənmə durumu, biraz qorxma durumu, əslində əlimdən hər şey gəlir, amma ya qarşı tərəf də mənimlə eyni gücdə olsa və mənə ziyan versə qorxusu ola bilər ki, fevral ayının sizin üçün əsas ana temasıdır. Daha sonra fevral ayı birinci dəstəni nələr gözləyir? Fevral ayında ev almaq istəyənlər varsa, evlə bağlı niyyətli olanlar varsa, ev dəyişmək istəyirəm, yeni ev tapmaq istəyirəm. Əgər bu mövzu varsa və əvvəldə alınmayıbsa, ola bilər ki, hələ ki biraz uzanır. Burada deyir ki, dəyənək ikilisi siz sadəcə daha yaxşı versiyanı dəyərləndirməyə çalışırsınız. Zaten bir dəfə sizin bu məsələ ilə bağlı alınmamanız olub, yəni alınmayıb, kimsə mane olub, qəlb qırıqlığı siz buradan bir zərbə almışsınız. Tılsım ikilisi deyir ki, monoton bir şey eləmirsiniz zaten siz. Yəni, məsələn, xüsusi olaraq bu işin alınması üçün bir şeylər də eləmirsiniz zaten. Yəni, sadəcə günü-günə belə deyək də satmaq. Burada da yenə bir dəyənək 9, burada da var da. Sizin sadəcə günlük həyatında burada da aslında sanki biraz yola verirsiniz həyatınızı kimi gəldi. Ümumi enerjilərin hamısına baxanda. Sanki bəlkə əvvəl pul almaq, ev almaq istəmirsiniz, hardasa aldanmışsınız, hardasa sizdə nəsə alınmır. Hal-hazırda siz necə bir şey var? Bir dəfə canım yanıb, bir dəfə ağzım yanıb, necə deyərlər, indi alınmağını istəyirəm, amma qorxuram deyə sonraya saxlayıram. Gecikdirirəm, çünki bir dəfə nəsə olub. Bax, belə bir enerji sizin ümumi enerji belə deyək də alanınızda mən hiss edirəm. Amma burada nə deyir? Burada deyir ki, bu qərarsızlığı bitirəcəksən və risk alacaqsan, almalısan da. Bəli, kimlər qazanacaq? Bir risk alacaq. Çünki Kılıç prensi qaranlığa doğru gedən bir prensdir. Gələcəyini garantiləmədən belə olsa, dediyini, istədiyini edən bir prensdir. Ağlına gələn şeyi reallaşdıran bir prensdir. Burada da dəyənək kraliçası deyir ki, bu dəfə siz bir enerji ilə ki, bəy sizsə buna səbəb olacaq qadındır. Qadınsızsa siz özünüz enerjinizi toplayacaqsınız. Ola bilər qoçşir oxatan enerjilərindəsiz, ola bilər dolçaq tərəzisiz və ya da yüksələn buradadır. Mütləq deyil bu olmaq. Amma deyir, artıq siz bir şeylərin dəyişimi üçün nəsə eləyəcəksiniz. Xüsusilə də çoxdan da çox qərarsızsınız, çoxdan da ikiləmdəsiniz. Bəlkə uzaq məsafə gündəminizdə olacaq, bəlkə uzaq məsafədən ev almaq gündəminizə gələcək, bəlkə uzaq məsafəyə getmək və uzaq məsafədə bu ev məsələsini, yuva məsələsini, miras məsələsini həll etmək. Bu ev təkcə alınacaq ev deyil, miras da ola bilər. Bəli. Daha sonra
Baxaq görək burada nə var. Sanki bəzi şeyləri alındıra bilməmənin də yorğunluğu var üzərinizdə. Eləyə bilmirəm, çatdıra bilmirəm, düzəldə bilmirəm. Əlimdən gəlmir, əlim qolum bağlıdır deyirsiniz hansısa bir mövzuda. Amma kartlar deyir ki, belə bir şey deyil əslində. Çünki sən necə bir insansan? Sən bir problemi yəni 2 dənə problemin var, 3 dənə problemin var. Sən 13 dənə problemin varmış kimi artıq özünü gizlədirsən evdə. Eyni zamanda əgər bir pis bir şey olursa, baxın görürsünüz qabağında 3 dənə kupası qırılıb, arxanda yaşaya bilmədin, 2 dənə burada kupası var, amma artıq o yaxşı şeylər belə görmürsən. Köklənirsən mənfi şəkli, füsyo, burada bir dənə pis nəsə oldu, füsyo həmişə belə olacaq. Bu belə deyil. Daha sonra bir qoçir oxatan enerjili bir bəydən bir xəbər gələ bilər. Əgər iş axtarırsınızsa, işdən xəbər gələcək. Əgər bir bəydən bir təklif gözləyirsinizsə, o təklif gələcək. Xüsusilə pul tərəfdən biraz daha yüksəliş istəyirsinizsə, maddi olaraq bir yüksəliş istəyirsə, o yüksəlişi əldə edəcəksiniz. Xüsusilə də əlinizə pulun gəlməsi və vəzifə artımları ola bilər. Bir xanımın hamiləlik xəbərini eşidə bilərsiniz və yaxud da o xanım sizə xoş bir xəbər gətirə bilər. O xanımın özü də yaxşı təbiətli bir xanımdır. Eyni zamanda dediyim kimi bir bəydən bəlkə də bir nəsə danışıqlarınız olacaq. Yəni kiminsə nəzərində tutduğu insan budursa ki, kiminsə mən danışmalıyam, xəbər gözləyirəm, amma işlə bağlı təkliflərimiz o ay ərzində cavablanacaq. İşlə bağlı daha doğrusu gözləntiləriniz. Və son olaraq fevral ayının enerjisi nələrə diqqət eləməliyik? Fevral ayında biz nələrə diqqət etməliyik? Baxın, fevral ayında birinci diqqət etməli olduğumuz şey dağınıqlığımıza diqqət eləməkdir. Yəni fevral ayında bir məmnuniyyətsizlik enerjisi var üzərinizdə. Olmadı, istəmirəm, sonra baxarıq. Mızmızlıq var da biraz, anladınız məni? Biraz mızmızlıq var. Sanki heç nə əlim heç nəyə qalxmır, görmürəm, baxmıram. Burada da deyir bir kupa var, istədiyin şeyləri sənə verir. Sadəcə duyğusal olaraq bir doyumsuzluq var. Bəlkə çox yeyə bilərsiniz bu ay, ümumiyyətlə yeməkdən kəsir. Və duyğusal olaraq bir, baxın burada da çünki tılsıməcə bir doyumsuzluğunuz var, bir məmnuniyyətsizlik var, bir şükransızlıq var bu ay ərzində sizdə. Eyni zamanda deyir ki, amma yol təzə açılıb qarşında. Elə bir yol var ki, sən o yolda artıq həyatının əsas o deyirsən, mənim ən böyük arzum budur və reallaşdırmaq üçün yola keçməliyəm. Elə bir yol başlayır sənin üçün və sən indi bu dəqiqə üçün etməli olduğun şey tam emosiyalarından qurtulmaq və yola fokuslanmaqdır. Və bu yola fokuslanmaq, maddi, ümumiyyətlə baxın burada nə deyir? Əgər kimlər ki indi bu anda yerindən qalxacaq, silkələnəcək, qış yuxusundan necə deyirlər, oyanacaq və deyəcək ki, qılıncımı götürürəm. Burada görürsünüz qılınçla verib. Nə deməkdir? Deməli sizə bir strateji bir dönəm başlayır sizin üçün. Kupa ası olsaydı deyərdim bir sevgi dolu, emosional bir dövr başlayır. Emosional bir dövr başlamır. Ağıl, məntiq, strategiya irəliləyən bir dövr başlayır. Maddiyyat, güvən dolu, işlə bağlı, karyera ilə bağlı bir dönəmdir. Mən burada daha çox şey görmürəm. Aşk, sevgi məsələsi görmürəm açığı. Və ayağa qalxdınız, fürsətləri görməyə başlayacaqsınız. Fürsətləri görmürsünüz bu arada. Niyə fürsətləri görmürsünüz? Çünki arxanızı mənfi uğursuzluqlara o qədər odaqlanmışsınız ki, arxanızı çevirmişsiniz. Bax, burada da kupalar var, görmürsünüz. Burada da kupalar var, görmürsünüz. Bu o deməkdir ki, hal-hazırda fürsət dəyərləndirə bilmirsiniz. Çünki bu anda deyilsiniz. Ya keçmişdə, ya gələcəkdəsiniz. Sizə məsləhətim budur ki, anda qalmaqla bağlı terapiyalara qoşulasınız. Ana qayıtmaq, bu ana qayıtmaq. Çünki bütün fürsətlər bu andadır. Əgər siz bu andakı fürsətləri yakalasaz, türklər demiş və görsəz artıq və çıxan onda artıq siz bu durumdan çıxacaqsınız. Qılınc səkizlisi, əlim qolum bağlıdır, gözüm bağlıdır, çarəsizəm. Bu enerjiden çıxacaqsınız avtomatik. Bu enerjiden çıxan biri qılınc kraliçası. Qılınc kraliçası kraliçaların içərisində ən soyuqqanlı, ən disiplinli, ən ağıllı, ən məntiqli, ən nə istədiyini biləndir və ən çox sərt qaydaları olsa belə. Və burada bir araba, həyatımın axışı mənim əlimdədir. İrəliyə doğru gedirəm. Bəlkə kimsə maşın alacaq, bəlkə kimsə uzaq məsafə səyahətə çıxacaq, bəlkə kimsə sadəcə ən böyük məqsədini reallaşdıracaq. Və bu şəkildə. Daha sonra kimlərsə ailə yuva olmaq istəyir. Bunun üçün bir pul yığmağa başlayacaq. Bunun üçün bir başlayacaq artıq nəsə eləməyə ki, mən nəsə eləyəcəm. Bəlkə kimsə bunu seans eləyəcək. Bəlkə kimsə ailə qapıları bağlıdır. Bəlkə kimsə pul yığaraq eləyəcək. Bəlkə kimsə artıq başlayacaq üzərində işləməyə, xarakteri üzərində işləməyə. Amma ailə və yuva olmaq üçün, maddi düzeydə istədiyinizə çatmaq üçün öz üzərinizə işləyəcəksiniz. Burada çoxlu tılsımlar vardı. Oğlaq, buğaq, qız bürcünün kartlarıdır bunlarda. Bu deməkdir ki, sənin
əziyyət çəkdiyin bir əkdiyin toxumlar var. Əkdiyin toxumlar var. Və bu toxumlar sən bunları əkmisən və demisən, nə oldu bunlar niyə becərmədi, niyə olmadı, niyə cücərmədi? Amma deyir, bu toxumlar birdən-birə o qədər gözəl bir şəkildə cücərməyə başlayacaq ki, maddiyatla bağlı tam güvəndə hiss eləyəcəksən. Çünki Tılsım kralı da bizim krallarımızın içərisində maddiyatı ən yaxşı, ən gözəl olan kartlardır. Və mən burada görürəm ki, çoxunuz daha çox maddiyatla xoşbəxt olan insanlarsınız. Yəni maddiyat yerində olanda daha çox xoşbəxt olan insanlarsınız. Mən deyirəm ki, sizin əziyyətləriniz itməyib və sizin əziyyətləriniz qaydasında, öz yerində, orada öz üçün cücərir. Ekstra evliliyiniz üçün də, ailəniz üçün də, sevdikləriniz üçün də nələrsə etməyə başlayırsınız və başlayacaqsınız da bu da sizə uğur gətirəcək. Ümumi gedişat, ümumi fevral ayı üçün onu deyirəm ki, xahiş edirəm. İndi qəti şəkildə depressiya zamanı deyil, üzüntü zamanı deyil, mənə bunu elədilər zamanı deyil, keçmişdə qalmaq zamanı deyil. Əgər bunu özünüz atlata bilmirsinizsə, mən burada ilişmişəm, qalmışam, o zaman Instagrama keçid edin, mən sizə kömək edəcəm bu vəziyyətdən çıxmaq üçün. Çünki indi hal-hazırda sadəcə irəliyə getmək zamanıdır. Gəlirəm ikinci dəstəyə. İkinci dəstə öz adınızı çəkirsiniz və ana adınızı deyirsiniz. Xüsusi bir niyyətə ehtiyacınız yoxdur. Fevral ayının mənə möcüzələri nələrdir deyirsiniz. Fevral ayının möcüzələri nələrdir? Fevral ayının mənə hədiyyəsi nələrdir? Fevral ayının mənə xoşbəxtliyi nələrdir deyirsiniz. Və mən də qarışdırıram. Kimlər mənə niyyət edib bu dəstəyə? Fevral ayı necə keçəcək? Başlayaq. Fevral ayında belə olacaq. İş, kariyer daha çox necə qazana bilərəm? Daha çox necə irəliləyə bilərəm? Daha yaxşı necə potensialımı göstərə bilərəm? Hansı yeni riskləri eləsəm mənim üçün daha yaxşı olar? Ümumiyyətlə daha çox maddiyat və maddi mövzular. Pul, iş, kariyer və kimlərdəsə də kollektiv mövzuları daha çox gündəmdədir. Və müəyyən iş mövzularında bəzilərinizin belə bir durumu ola bilər, rəqabət durumu ola bilər iş həyatında. Sanki biriləri sizinlə rəqib olmaq istəyir. Bəlkə birilərini dost gördünüz, amma dostluqdan sanki siz parlayırsınız, yaxşı bir parlaq, sizi parladacaq bir iş görürsünüz, siz görünürsünüz. Kimlərsə qıcıqlanmağa başlayır. Buna bax, bu niyə belə oldu? Bu niyə buna hamı qulaq asmalıdır? Mənim yox, bunun sözünə niyə qulaq asırlar? Belə bir durumlar yaşaya bilərsiniz, amma nə edirik? Narahat olmuruq, amma siz narahat olmusunuz. Niyəsə görə mən niyə bunu yaşayıram sualını verəcəksiniz özünüzə və özünüzü biraz yıprada bilərsiniz. Eləməyin, niyə eləyirsiniz ki? Baxın, biraz burada bilirsiniz nə görürəm? Bu qədər əziyyət çəkirəm, insanları sevirəm, ətrafımı sevirəm, amma mənə qarşı olan paxıllıqlarımı bitmir, qısqanclıqlarımı bitmir, düşmənçiliklərimi bitmir. Nə üçün tam olaraq yaxşı insanlar, mənim əziyyətimə qarşılıq verən insanlar mənim həyatımda deyillər, yanımda deyillər enerjisi ilə. Biraz üzgün ola biləcəyinizi görürəm, biraz belə rəqabətdən bezmiş ola biləcəyinizi görürəm. Hətta əgər işləyənləriniz varsa, kişi enerjili bir müdürün danışacağı bir yalan, müdürün oynayacağı bir oyun, müdürün eləyəcəyi bir həmlə ilə sizin belə deyək də belə bir şey hiss edəcəksiniz. Bu adam heç vaxt sizə nəsə istəməyib, hər zaman nəsə gözləyib ki, nə vaxtsa sizi vursun da belə deyərlər. Və siz tamamilə belə yıpranacaqsınız bu vəziyyətdən. Amma siz buradan tez oyanacaqsınız və deyəcəksiniz, indi mən B planıma keçirəm. B planım nədir? Mən burada artıq çox sərt və çox belə emosionallığı qoyuram bir kənara və irəliyə gedirəm. Və bu anda hər şeyi həll eləyəcəksiniz və bu anda hər şeyi yerinə, yurduna qoyacaqsınız. Əgər kimsə münasibətlə bağlı problem yaşayırsa sevgi həyatında, yəni dava edibsə, xəyanət olunubsa, bir-birinə qarşı incidibsə, bir-birinin arxasına iş çeviribsə və danışmırsa və sən nankör adamsan deyirsə, onlar da ikinci gün fevralın 2-si, 12-si, 22-si tarixlərində barışa bilərlər. Daha sonra fevral ayının enerjisi.
Ailə qurmaq, ailə olmaq, yuva olmaq, yuvanı dərinləşdirmək, ailə olmanın mənasını anlamaq, böyük bir köklənmək, köklü bir ailəyə sahib olma mövzuları ön plandadır əzizlərim. İstirahətə gedəcəksiniz. Biraz belə bir dönəm olacaq. Halım yoxdur. Bəni biraz rahat buraxın. Biraz enerjinizdə belə bir şey olacaq. Heç nə istəmirəm eləmək. Biraz istirahət eləmək istəyirəm. Biraz hər şeydən uzaqlaşmaq istəyirəm. Biraz iş həyatından uzaqlaşmaq istəyirəm. Dostlardan uzaqlaşmaq istəyirəm. Biraz tək qalmaq istəyirəm. Biraz istirahət eləyəcəyiniz bir ümumiyyətlə aydasız. Aha, burada deyir ki, sizə gizlidən təsir eləmək istəyən qara qüvvələr də var. Bəli, bu qara qüvvələr sizin davamlı enerjinizi, sizə bir şeylər, mənfi bir şeylər etmək üçün nələrsə eləməyə başlayacaqlar, nəyəsə çalışacaqlar, ətrafınıza, ailənizə nələrsə etməyə çalışacaqlar və siz bütün bunlar baş verəndə siz müdrik bir şəkildə, özünüz üçün rahat bir şəkildə dincələndə hiss edəcəksiniz ki, nəsə var, nəsə hiss edirəm və tapacaqsınız onun səbəbini. Nədir bu? Kimdir bu? Kimdən gəlir bu? Sanki öz üzərinizdəki bu enerji varlığını, bu enerjinin ağırlığını hiss edəcəksiniz. Başqa, fevral ayı necə keçəcək? Ümumiyyətlə, ailə mövzuları çox uğurludur fevral ayında. Yəni, ailə qurmaqmı istəyirsiniz, ailənizlə barışmaqmı istəyirsiniz, bir ailəli siz və onun bütünlüyü sizə maraqlıdır. Ailə mövzularına çox gözəl gəlir, əziz ikinci dəstəni seçənlər. Yəni, yoldaşımın pulu artacaq, maddiyyatı yüksələcək, ev ala biləcəm. Bunlar çox yaxşıdır, bunlar çox gözəldir. İlahi ədalət, bəzi şeylər sürüncəmədə qalan, irəliləməyən məsələlərə artıq net qərarlar veriləcək. Həll olunmayan bir məsələ uzun müddətdir. Kim üçünsə bu həqiqi bir məsələdir, kimin üçünsə bu sadəcə bir döngüdür. Çıxacaq, özünü çıxardacaq o döngüdən. Tam bir qələbə. Deməli, bu ay ərzində belə bir durum olacaq. Sizin düşmənləriniz, yəqin ki, həyatınızda çox yaxşı şeylər baş verib ki, belə düşmənçiliklər olub. Buradakı bütün negativ enerjinin təmizlənməyini və yaradanın ilahi qatına təslim edilməyini niyyət edirəm. Burada biraz çünki ağır enerjilər var. Deməli, sizin düşmənləriniz davamlı necə edə bilərəm ki, ailəsini dağıdaram, sevdikləri ilə arasını vuraram, işdən eləyərəm, maddiyyatına zərər vuraram, mənfi sizə təsir göstərmək istəyən kimlərsə olacaq. Amma ki, siz neynəyəcəksiniz? Yaradan sizin yanınızda olacaq, ilahi ədalət hər zaman sizin tərəfinizdə olacaq və ağ və qaranı düzgün şəkildə ölçəcək. Amma bu dəfə siz deyəcəksiniz ki, tamam, mən istəməzdim sizi tapdamaq keçmək, mən istəməzdim sizi əzmək. Amma əgər əzilmək istəyirsinizsə, təkərlərimin altında mən sizi əzərəm deyəcəksiniz və kimlərsə sözün əsl mənasını əzib keçəcəksiniz. Və bu insanları əzib keçəndən sonra sizin əlinizə yeni fürsətlər gəlməyə başlayacaq. Kimsə iş həyatından yeni bir təklif alacaq. Bəlkə iş həyatınızda o bayaq dediyim kimi sizə qarşı qurulan belə bir tələ var idi. Ayrılmalı olacaqsınız işdən və yaxud da ki, iş yerinizi dəyişməli olacaqsınız. Çox pis olacaqsınız ki, vay, mənim başıma bu niyə gəldi, üzüldüm, mənə xəyan. Amma yeni bir işə keçəcəksiniz və yaxud da sizin sizə şər atacaqlar. Amma bilinəcək ki, bu sizin işiniz deyil və siz yenə uğurlu olacaqsınız. Yəni, bir sözlə sizə nəsə olmaq istəyəcək, eləmək istəyəcək şeytanlar, amma heç nə edə bilməyəcəklər. Daha sonra fevral ayının enerjisində Deməli, əzizlərim, artıq həyatınızda baxın, ola bilər kimləsə olan münasibətinizin bitməyi, yəni bu adamlar getməlidir də, bu şey bitməlidir, bu yəni çoxdan da sizi bax içdən-içə narahat eləyən, gedirsiniz dostlarınızla görüşürsüz, o şeyi dərdləşirsiniz, ağlayırsınız, kədərlənirsiniz, deyirsiniz ki, vay, niyə belə oldu? Pis olacaq, daha da pis olarmı, qorxursunuz. Bu mövzu artıq həyatınızdan bitəcək. Demirəm yaxşı, bəlkə də bəzilərinizdə həmin mövzu bir dəfəlik, o adam ayrılacaq, yollarınız ayrılacaq. Amma artıq həyatınızda bir bitiş nöqtəsi var. Yəni sonlanma var. Çünki bu artıq sizə çox əzab verib. Və daha sonrasında burada nə var? Burada sizin bir dəyişiminiz var, bir transformasiyanız var. Sanki bir transformativ bir dönəmdən keçirsiniz siz.
Həyat yoldaşınızın, ata və bir bəylərin həyatı ilə bağlı bir durğunluq ola bilər, bir xəstəlik ola bilər, qısa müddətlidir, çox qorxulu bir şey deyil. Biraz ay kartının altında şuuraltı qorxularınız ön plandadır. Şuuraltı qorxularınıza qarşı biraz daha diqqətli olun. Biraz şuuraltınız hər şey sizin üçün daha da böyüdə bilər və amma məsələn bir adamdan xəbər gözləyirsiniz. Ola bilər geciksin, amma mütləq o xəbər gələcək. Taleyiniz əslində bütün bunların fonunda İmperatriça və Fortuna ilə birlikdə deyir ki, transformasiya, dəyişim və qadınlıq enerjisinin artışı. Taleyim artıq mənim əlimdədir və taleyimi öz qadınlıq, bolluq, bərəkət, şans enerjimlə idarə edirəm. Bax, belə bir durum olacaq sizin üçün və siz o yaşadığınız o çarəsiz vəziyyətlər, o üzüntülü vəziyyətləriniz ki var, onlar sizi biraz yora bilərlər, mən yenə deyirəm. Qorxular yarada bilərlər şuur altınıza, sizi olandan hər şey daha fazla böyüdə bilərlər. Amma bu sizə transformasiya gətirəcək, bu sizə dəyişim gətirəcək və son olaraq fevralın enerjisində nəyi bilməliyəm? Fevralın enerjisində nəyi bilməliyəm? Fevralın enerjisində onu bilməlisiniz ki, əzizlərim, dayanmaq olmaz. Pul üçün çalışmaq, dayanmadan maddiyyat əldə eləmək, yeni rituallar eləmək, pulla bağlı yeni belə deyək də özünüzə seanslar eləmək, meditasiyalar eləmək, pulla bağlı iş görmək, maddiyyatla bağlı yeni bir şeylər eləmək. Bunlar mütləqdir. Öz sərhədlərinizi qoruyaraq yeni insanlarla tanış olmaq, insanların arasına çıxmaq, orada çoxlu insanlarla tanış olmaq, sosial şəbəkədən aktiv istifadə etmək, əgər işiniz bununla bağlıdırsa, artıq gözləmə rejimindən çıxmaq, dayanmamaq, sadəcə irəliyə getmək. Budur əsas sizin bilməli olduğunuz fevral ayında. Belə. Ümumi olaraq deyərdim ki, biraz yorucudur, açığı yalandan deyə bilmirəm, biraz yorucudur, amma nəticədə qalibiyyət hər zaman haqqın yanındadır. Gəlirəm 3-cü dəstəyə. 3-cü dəstəni kimlər seçibsəm, istəyirəm indi dərindən bir nəfəs alsın və desin, mən 3-cü dəstəyə niyyət edirəm. Mən 3-cü dəstəyə niyyət edirəm. Və 3-cü dəstənin fevral ayında mənə hədiyyələri nələrdir? Fevral ayının mənə uğuru nələrdir? Fevral ayının mənə möcüzəsi nələrdir? Fevral ayının mənə şansı, xoşbəxtliyi nələrdir? Fevral ayına niyyət edirik və başlayırıq. Fikir verirəm, bütün dəstələrdə eyni enerji var. Hərəkət eləmək istəmirəm, keyfim yoxdur, öz enerjimi bərpa edə bilmirəm. Baxın, burada ya bir bəysiz ya da bir bəyə görə tamamilə enerjiniz düşüb aşağı. Heç nə eşitmək istəmirəm, heç kəsin danışmaq istəmirəm, küsmüşəm, incimişəm, qəlbimi qırıblar. Bax, belə bir enerjilər var sizdə. Bu insan da sizə elə bu etdiklərindən qarşılıq heç nə. Yəni, bu adam xüsusilə bir addım atırmı və yaxud da nəsə sizi yox. Oturub o da yerində, sakitcə deyir, mən də küsmüşəm, heç nə mən də eləmək istəmirəm. Düzdür. Ola bilər ki, bu adam əgər sevgi həyatla bağlısa çox eqolu bir insandır. Siz də sadəcə sakit qalmağa çalışırsınız, dəngədə qalmağa çalışırsınız. Burada nəyə fikir verməlisiniz? Harda və nə vaxt özünüzə qarşı dəyərlə bağlı, öz haqqınıza girməklə bağlı yanlış eləmisiniz. Yəni, belə deyək, ya bu insan sizin haqqınızı vermirdi, yəni sizin haqqınız olan zaman ola bilər, pul ola bilər, sevgi ola bilər. Ya da siz özünüz də özünüzün haqqını ala bilmirdiniz və özünüzə layiq olduğunuz şeyləri verməmisiniz. Burada belə bir situasiya var. Burada deyir ki, siz dəngələri qoruya bilirsiniz, balansı qoruya bilirsiniz, sakitləşdi, içinizdə nifrət saxlamırsınız, kin saxlamırsınız. Çünki özünüz də bilirsiniz, güclüsünüz. Amma ümumi şeydə davamlı özünü qurban etmə probleminiz var. Özünü istifadə etdirmə probleminiz var. Öz enerjinizdən istifadə etdirmə probleminiz var. Başqa, fevral ayının enerjisində nələr var? Fevral ayının enerjisində bir bəylə sizin aranızda bir mübahisə durumu ola bilər. Sanki bu insan özündə qəti heç bir səhvi görməyəcək və siz onunla mübahisə aparacaqsınız.
Əlinizdə bəzi belə deyək, dəlil və sübutlar, danışıqlar, sərt söhbətlər, bitiş gətirən söhbətlər, sanki ayrılıq bitdi, qurtardı və yaxud da bu insan özünü sanki qoruyur, etdiklərini boynuna almır və siz artıq baxacaqsınız ki, mübarizə aparmaq, savaşmaq, bitməsin deyə nəsə eləmək və də həyatın bütün mübarizəsini tək aparmaq sizi olduqca yorur. Və dəyənək ikilisi dəyənək siz davamlı gözləyirsiniz, əlindəki itməsin, sağlam olsun, hər şey qaydasına, sakit olsun və s. Artıq tükəndiyinizi hiss eləyəcəksiniz və biraz təkliyi seçəcəksiniz. Təklik sizə imperatriçanı gətirəcək. Yəni dişil enerjinin maksimal zirvəsinin bolluğu, bərəkəti və rahatlığı. Nəyə görə? Çünki xoşbəxtliyin, dəyərin öz içinizdə olduğunuzu dərk edəcəyiniz bir fevral ayı yaşayacaqsınız. Artıq məni kimsə sevərsə sevilərəm, məni kimsə taparsa tapılaram, yəni görünərəm, məni kimsə axtarırsa deməli mən vacibəm şeyindən çıxacaqsınız. Özümü sevirəmsə deməli sevilirəm, özümü dəyərləndirirəmsə deməli dəyərliyəm, özümə qarşı mədəniyəmsə deməli hamı mədəniyə qarşı nəzakətlidir enerjisində olacaqsınız. Yəni bu sizi savaş enerjiniz artıq sizin bütün dişil enerjinizi məhv elədiyini başa düşəcəksiniz və mən tək gedirəm, qalıram. Biraz təkliyimin içərisində öz içimə enirəm. Problem nədir? Mənim içimdə nə var ki, mənim çölümdə? Mən nə üçün bu tipdə insanla? Mən imperatriçayam. Mən daha yaxşı, daha maddi, mənəvi, sevgi dolu bir həyat yaşayabilirim ki, niyə bu insanlarla mübahisə içərisindəyəm sualını verib, öz qadınlığınızın və öz dişilliyinizin enerjisini hiss eləyəcəksiniz. Daha sonra ay kartı, kupa üçlüsü, dəyənək ası və bu anda nə baş verir əzizlərim? Bütün bəlirsizliklər, bütün görəsən nə oldular, görəsən nə olacaqlar, daha sizin üçün güdənə qədər qorxulu görünən hər şey öz yerini aydınlığa verəcək, xoşbəxtliyə verəcək. Toy, bayram sevinci, bir şeyləri qeyd etmə, bir şeylər üçün sevinmə, bir şeyləri türkləmiş kutlama, dostlarınızla birlikdə. Əlinizə düşən yeni fürsətlər, bu fürsətlərlə sevinmək, ola bilər kimisə hamiləlik xəbəridir, ola bilər kimisə toy xəbəridir, ola bilər kimisə nişan xəbəridir. Amma bir şeylərə bir sevinciniz var. Həyatınızdakı xaosu bitirirsiniz çünki. Həyatınızdakı o davamlı savaşı bitirirsiniz və həyatın sizə vermək istədiyi xoşbəxtlikləri yaşamağa başlayırsınız. Baxın, dünənə qədər qorxan qız və ya oğlan bugün başlama enerjisində starta başladı. Dünənə qədər qorxurdunuz, narahat idiniz. Çünki niyə? Bəzilərinizin yuxu problemləriniz var, bəziləriniz panik atağınız var, bəzilərinizin ümumiyyətlə şuuraltı çox böyük qorxular var. Daha pis olar, başıma nə gələr, aldanaram, aldadılaram. Bax, biraz mənfi enerjilər ümumiyyətlə, yəni beyninizdə yaratdığınız mənfi enerjilər sizin üzərinizdədir. Amma bu ay bilirsiniz necə bir aydır? Başlayıram, dayanmıram, yeni şeylər, mən öz gücümə inanıram, mən öz gücümə arxayınam, taley mənim tərəfimdədir və mən bütün növ üzləşmələrə hazıram. Üzləşmələr, yön dəyişiklikləri, həqiqi məhkəmələr, həqiqi qarşıdurmalar, hər şeyin açılması, hər şeyin ortalığa necə deyirlər, tökülməsi, hər şeyin açıq, aşkar, bəyan olması enerjidə daha çox belə bir şey olacaq. Yəni hər şey daha açıqdır və daha görünəcək. Yəni məhkəmə mi istəyirsiniz, üzləşməyi mi istəyirsiniz, kiməsə danışmaq mı istəyirsiniz, öz yolunuzu, yönünüzü dəyişməyi mi istəyirsiniz, artıq bugündən sonra başqa bir insan olaraq mı doğulmaq istəyirsiniz? Bunlar hamısı olacaq. İş həyatınızda əgər sizin müəyyən bir əziyyət çəkdiniz və s. amma əziyyətinizin arxasından keçdilərsə, sizə zərər vurdularsa, maddi olaraq bir qazancınız vardısa, əlinizdən getdisə, bir şeylər oldusa, yəni bir şeylər uduzdunuzsa sanki, narahat olmayın. Ya yeni kollektivə düşəcəksiniz, ya kollektivdəki nüfuzunuzu yenidən qazanacaqsınız. Yəni kollektiv içərisində hörmət, danışıqlar, adaptasiya olmaq, yəni yeni kollektivə keçənlər üçün deyirəm. Sanki anlaşmalar, anlaşmazlıqlar bitir, söz-söhbət bitir, xaoslar bitir. Sadəcə sakitlik gəlir, rahatlıq gəlir. Bəlkə anlaşa bilmirdiniz iş yoldaşlarınızla, bəlkə kimsə haqqınıza gibi. Amma indi yolunu bulacaqsınız, orta yolu bulacaqsınız və qızıl orta yoldan hərəkət eləyəcəksiniz. Və son olaraq
Görək fevral ayında nəyi bilməlisiniz, xüsusilə fevral ayında. Para asım. Onu bilməlisiniz ki, əzizlərim, maddi cəhətdən çox rahat bir dönəmə başlayırsınız. Ətrafınızın burada dəstəyi var. Sevdiklərinizin burada dəstəyi var. Maddi həyatınız, iki iş birdən idarə edə bilərsiniz. Maddi həyatınız çox yaxşıdır. Ailə həyatınızı yıpratmayın, yəni sonraya saxlamayın belə. Amma bir döngünüz var. Bir qısır döngüdə qalmış burada qıl çəkirsən ki, bəzən şuuraltınızda olan senarilər, uşaqlıqda yaşadığınız travmalar, öz güvənlə, öz dəyərlə, öz sevgi ilə bağlı travmalar, xüsusilə keçmişdə yaşadığınız hadisələrdən sizin yadınızda qalan şeylər zamanla sizə əlinizi qolunuzu bağlayan, sizi çarəsiz hiss etdirən və sizi şeytanın asılılığına salan. Şeytan nədir? Bizim ən zəif yerimizi tapır və deyir, səndə heç nə alınmayacaq, səndə hər şey pisdir, qaranlığa doğru gedirsən. Belə enerjilər sizin ətrafınızda ola bilər. Məsləhətim odur ki, burada şeytan var, bir enerji təmizliyi mütləqdir. Zaten kartı bölən kartda bir Azizə idi. Bir negativ enerji təmizliyi həm ikinci dəstə, həm üçüncü dəstəyə mütləq lazımdır. Birinci dəstədə ehtiyac ama 2 və 3-cü dəstə negativ enerji təmizliyi mütləqdir, lazımdır. 2 və 3-cü dəstə, bu 3-cü dəstədə daha doğrusu maddi olaraq qapılarınız rahatdır, açıqdır, amma zamanla ruh aləminizdə, ruhunuzda özünüzü narahat hiss edə bilərsiniz. Özünüzü sanki belə bir yarımçıq, çarəsiz, əli qolu bağlı, narahat hiss edə bilərsiniz. Bunlar negativ enerjinin təsirlə bağlıdır. Bir negativ enerji təmizliyi mütləq sizə məsləhət görürəm. Belə əzizlərim, hər birinizə uğurlar arzu edirəm. İnşallah mart ayının baxımlarında, aylıq baxımlarımızda necə görüşənə qədər özünüzə yaxşı baxın.